Məntiqlə birinci səhvdir. Gəldi ikinciyə. İkinci yazılmalıdır. Güllə, baran. Bax, lövhəyə güllə, baran bu şəkildə yazılmalı. Yəni, ikinci də səhvdir. Bizdən üçüncünü istəyir. Deməli, səhv məntiqini istəyir. O da B variantı olacaq. Mündəricat. Mündəricat. Başa düşdün? Sonu bu şəkildədir. Mündəricat. 91-ci də səhv istəyirdi, elə bir ki, Bax, yoxsa? lövhəyə izah edirəm, diqqətli ol. 91-ci testdə baxırsan, burada olacaq birinci sözün tələbat. İkinci sözün olacaq, bayaq dedim, ikinci tərəfi ilə olan sözlər ülvü. İndi üçüncünü istəyir səndən. Bir də səhvdir, iki də səhvdir. Deməli, üç də səhv olacaq. Bu da olacaq D variantı. Müdir. Müdir. Səhv istəyir çünki. Sonra 98. 98-ə. 98-ə görsənə nə deyir? Sənə deyir ki, hər ikisi səhv yazılmışdır. Hər ikisi səhv yazılsın. Başa düşdün? Yəni, olacaq Y variantına bax. Təhqiqat olacaq mündəricat. Mündəricat. Hər ikisi səhv yazılsın. İndi desən ki, A niyə olmur? Variantım budur. Desən ki, A niyə olmur? A-da ehtiyat belə yazılır. Tövsiyə, yəni bu kitabda səhvdir, tövsiyə düzdür kitabda. B variantı niyə yazılmır? Pedaqoji, cəfəngiyat, bu ikisi də düzdür. C-də xəqani spidometr düzdür. D-də də kampaniya və epopeya düzdür. Demək, götürəcəksən Y variantı. Təhqiqat və mündəricat. Bir də